Salam əziz tələbələr, qəbula düşmüş çətin klaster məsələsinin həllinə baxaq. Deməli, sualda bizdən nə soruşur? Deyir ki, boş qovluğa həcmləri 4, 7, 12, 21, 24 kilobayt olan 5 dənə fayl əlavə edildi. Okay. Klasterin ölçüsü 6 kilobaytdır. Deyir ki, diskə yazıldıqda diskdəki həcmi, baxın bu cümləyə diqqət edin. Diskdəki həcmi, informasiya həcmindən çox olan fayllar seçilərək həmin qovluqda ikinci dəfə nüsxəsi çıxarılır. Deyir, bundan sonra qovluqdakı bütün fayllar 6 kilobayt klasterlərə bölünmüş diskə yazarsak bizə klaster sayını soruşur. Baxın, mənim əgər faylım 4 kilobayt, klasterim 6 kilobaytdırsa, elə bunun yaddaşda qalması üçün gəlin burada yazaq ayrıca 4, 7, 12, 21, bir də 24. Buna elə bir dənə klaster lazım olacaq. Bir dənə klasterin tutumu nə qədərdir? 6 kilobayt. 7 kilobaytı 6 kilobayt klasterlərə yerləşdirəndə mənə 2 dənə klaster lazım olur da, düzdür? Birinci klasterə tam 6 kilobayt yerləşdirirəm, yerdə 1 kilobaytım qalır axı, onu da növbəti klasterə yerləşdirirəm. Yəni 2 klasterin həcmi 12 kilobayt. Elə 12 kilobayt 6 kilobayta tam bölündüyü üçün də 2 klaster lazım olacaq və 2 klasterin tutumu 12 kilobayt. 21 üçün mənə 4 klaster lazımdır. Və 4 klasterin tutumu nə qədərdir? 24 kilobayt. Bu arada klasterlərin həlli ilə bağlı maraqlı bir videomuz var səhifədə. Oradan da daha ətraflı izləyə bilərsiniz. 24 də 6-ya tam bölündüyü üçün elə yaddaşda 24 kilobayt yer tutacaq. Yəni 4 klaster həcmində. Gəlin indi burada bir olan cümləmizə. Deyir ki, diskdəki həcmi informasiya həcmindən çox olan fayllar. Bunun həcmi 4-dür, amma diskdə 6 kilobayt yer tutur. Deməli, mənim şərtimi ödəyən gəlin rəngi də dəyişək. Deməli, budur, 4-dür, 7-dir, bir də 21-dir. Bunların diskdəki həcmi öz informasiya həcmlərindən daha çox yaddaşda yer tutacaq. Deyir ki, həmin bu faylların ikinci bir nüsxəsi də yaradılacaq. Deməli, təzədən 4, 7, 21-dən bir dənə də olacaq. Yəni 4, gəlin lap rəngi dəyişək. 4, 7, 21. Bunlar bir dənə də kopyası yaradıldı. Deyin görüm, bizə neçə klaster lazım oldu? 4 kilobayt üçün bizə 1 klaster. 7 kilobayt üçün 2 klaster, 2 klaster, 4 klaster, 4 klaster, 1 klaster, 2 klaster, bir də 4 klaster. Hamısını bir yerdə toplayacaqsınız. O da eləyəcək, baxın, ümumilikdə 20 dənə klaster. Bu şəkildə.